Sanırım hər birinizi bugün mən sizə want feilinin, yəni istəmək feilinin formalarını izah etməyə, sadə formada izah etməyə çalışacağım. Deməli, biri var, deyirəm ki, mən maşın almaq istəyirəm. Bu zaman deyirəm, bunu özüm etmək istəyirəm. I want to buy a car. Ya da I want to be rich. Yəni, varlı olmaq istəyirəm. I want to be famous. Məşhur olmaq istəyirəm. So, bir də var, deyirəm ki, mən bunu özüm yox, kiminsə başqa adamın etməsini istəyirəm. Məsələn, deyək ki, istəyirəm, mən atamın maşın almasını istəyirəm. I want my dad to buy a car. So, ya da mən məsəl üçün, atamın mənə maşın almasını istəyirəm. I want my dad to buy me a car. Ya da I want my son to be famous. Mən istəyirəm oğlum məşhur olsun. Yəni bir sözlə, əgər mən özüm üçün istəyirəmsə, bu zaman want-dan sonra birbaşa to sonra feil gəlir. Yox, əgər mən bunu başqa adam ya da başqa nəsə üçün